Salam değerli izleyiciler. Xarici İşlər Nazirliyinin önündə miting devam edir. Bak gördüğünüz kimi. Bakın Tofiq Yaqubluya azadlıq. Dini icmadan repressiya olunanlar 1000'e yaxındılar. Bir de bugün bunları demək istəyərdim bu iki qardaşı. Bilirsiniz, Nardaran hadisəsindən birgə Gəncə hadisəsi, Tərtər hadisəsi falan, onunla beraber Evrovideniya hadisəsi də oldu. Evrovideniya qurbanları, repressiyaları. Bu Samir Saniyevdir. Gənc hüquqşünasdır. Ömürlük həbsdədir. Yəni elə də ki, Amon hadisələri var, orada da ömürlük həbs olanlar var. Bunları biz yaddan çıxartmayaq yəni. Belə gənclərimiz niyə ömürlük həbs olsunlar ki? Yəni bunun Azərbaycan üçün xidməti olar. İnşallah da olacaq. Bunlar bir gün çıxacaq axır əvvəl. Ona görə mübarizəyə davam etməliyik. Mütləq davam etməliyik. Gələcəyimiz mübarizəmizdən asılıdır. Bu da ki, Alişan Kərimovdur, Elşən qardaşımızdır. İllərdir bu qardaşı tanıyıram. Çox dəyərli qardaşımızdır. Dəridən qabıqdan çıxdı xalq cəbhəsi üçün. Xalq cəbhəsi üçün dəridən qabıqdan çıxdı. Yəni nəyə görə onu deyirəm? Bəzi xalq cəbhənin üzvləri energiyalarını, vaxtlarını sərf edirlər. Başqa demokratik düşərgədə qüvvələri əzmək üçün, nə bilim mən, qaralamaq üçün, yersiz yerə açıq. Amma gəlin bəylər, buna qəhmər durun, durun. Alişan Kərimova durun, az etməyib Rusiyada xalq cəbhəsi üçün. Biz bir yerdə olmuşuq illərdir, bunu da deyim, bir daha təkrar edeyim. Şəxsi qərəzliyim heç kimdən yoxdur. Sadəcə var, müxalifətdə elə qüvvələr var ki, dağıdıcı mövqeyidədir və nifaq yaradır düşərgənin arasında. Biz ayrı seçkilik etməməliyik. Nə Abzas Media kiminsə monopoliyası deyil, ya da Toplum TV, ya da Meydan TV, Kanal 13, hamısı bizim azad medialarımızdır və onlara sahib çıxmalıyıq. Jurnalistlərimizə, azad söz uğrunda mübarizə aparanlara, bizə sattıranlara, demokratiya, azad sözü, azad fikri. Eləcə də ki, dini icma. Bunları şərləyərək zindanlara atıblar ki, güya İrana işləyirlər. Amma təbii ki, bunun bir nəfəri də İrana işləsə, yəni bəlli məsələdir ki, İran öz adamlarını qoymaz ki, əssinlər, repressiya etsinlər. Elə İrana işləyən paşazadələr də Allah şükürlər. Bir də Tofiq Yaqublu dəmir insan, bunun durumunla, halınla çox üzgünəm. Mən bununla fəxr edirəm. Bizim Gürcüstanlıdır. Gürcüstanda ziyalılar, hətta müxalifətdə olmayanlar, Əliyevə loyal olan insanlar çağırış edirlər Əliyevə ki, insafa gəl, bizim ziyalımızı Tofiq Yaqublu bırax, xilas et. Yəni, bu hərəkətdə bu insan özünü qurban edir. Əliyev bu hərəkətindən hətta ona qarşı loyal olan insanları özünə düşman edir. Bizim gözəl qazimizi, mübariz insanımızı demokratiya uğrunda illərdir mübarizə aparan, məhbus həyatı süran dəfələrlə buna biz dayağıq tüm Azərbaycanlılar. Sağ olun, yaşasın Azərbaycan, yaşasın azad Azərbaycan.